İçinin rəngarəng görüntüsü elə ekrandan adamı çağırır ki, dadı var. Vallahi şəkildən belə bilinir ki, bu dönər başqa dönərlərdən deyil. Ev şəraitində asanlıqla, az büdcə ilə siz də bu dönərdən hazırlaya bilərsiniz. Elə isə videomu sona qədər izləyin, bəyənin, kanalıma abunə olmağı unutmayın dostlar. Dönərin ilk öncə başlayırıq ətini hazırlamağa. Mən toyuq filesindən istifadə etmişəm. Toyuq filesini nazik-nazik doğrayıram və qaba əlavə edirəm. Qabda toyuq filesinin üzərinə mayonez, 1 xörək qaşığı, qatıq, 1 xörək qaşığı. Burada mən sviçili sosu mətbəximdə olmazsa olmaz soslardandır. Ondan istifadə edirəm və üzərinə bulyon tökürəm. Bulyonun tərkibində duz olduğuna görə bulyon 1 xörək qaşığı istifadə edirəm. Duz əlavə etmirəm mən. Paprika əlavə edirəm 1 xörək qaşığı və duru yağ 2 xörək qaşığı əlavə edirəm. Və bunu qoyuram dinlənməyə. Keçirəm ən əsas məsələyə. Xanımlar, ən əsas məsələsi bunun sosundadır fərqli. Bu sos başqa soslardan deyil. Həqiqətən bütün yeməklərdə hazırlasanız dadını görəcəksiniz. Yəni sosun önəmi ondadır ki, kərə yağı ilə olmalıdır. Kərə yağını tavaya tökürük, üzərinə tomat tökürük və sviçili sosu tökürük. Tomatın üzərinə duzunu əlavə edirəm və sarımsaq tozunu əlavə edirəm. Başqa heç nəyə ehtiyac yoxdur. Kərə yağı ilə etdiyiniz zaman bu sosun dadını yesəniz, həqiqətən də mənim nə dərəcədə düzgün dediyimi siz də fərqinə varacaqsınız. Burada artıq keçdim əsas məsələyə. Dönərin iç hissəsini hazırlayıram. Ətini tavaya tökdüm, qızırmaq üçün qızardıram. Yağ tavaya əlavə etmirəm. Çünki zaten mən onu marinatlayanda yağ əlavə etmişdim. Burada pomidorları nazik-nazik doğrayıram. Xiyarı nazik-nazik doğrayıram və ət hazır olandan sonra onun üzərinə kərə yağı əlavə edirəm ki, o dadı dönərdə hiss edək. Ümumiyyətlə, kərə yağı dediyim kimi yeməklərə xüsusi bir dad qatır. Burada artıq keçirəm dönərimin hazırlanma proseduruna. Burada dönərimi hazırlamaq üçün sosunu əlavə edirəm. Mən bol soslu dönər sevirəm və bu sosu möhtəşəm olduğu üçün çox istifadə edirəm. Burada da hər bir şeyi hazırlamışam, əlimin altında qoymuşam. Xiyarını da əlavə edirəm üzərinə. Mən kahı sevdiyim üçün dönərə kahı əlavə edirəm. Sevməyən, istəyən etməz. Burada da özəl sosunu əlavə etdikdən sonra mayonezini istifadə edirəm üzərinə və daha sonra sıxcasına bərk-bərk bağlayıram. Beləcə dönərimiz artıq hazırdır. İndi siz də eləyin. Daha sonra deyəcəksiniz ki, Fəridə düz deyirmiş. YouTube kanalıma abunə olmağı da unutmayın, yadınızdan çıxartmayın. Sağ olun. Yorumlarda fikrinizi gözləyirəm.